Əyləş balam. Bəli, bugünkü dərsimiz saat dərsidir. Saatın əqrəblərini mən izahımı verdim. Saatdan neçə dənə əqrəb olur həmişə? Kiçik əqrəb, böyük əqrəb. Kiçik əqrəb nəyi bildirir, Uğur? Bəs böyük əqrəb? Biz sizdən keçmişik saat 1 tamam, bir də yarısı. Biz bunun üzərində işləyirik. İndi kimi dirəmsə gəlir. Sürəyə, birinci sən gəlir qızım. Saatımızı götürək. Sən mənim üçün burada göstər ki, saat 2 tamamdır. Böyük əqrəb hansıdır səndə? Ay, sağ ol. Kiçik əqrəb 2-nin üzərində. Düz, əyləşə bilərsən. İslam Əli gəl. Boydu sən saat. Görün balam. Sən mənim üçün göstər burada saat 4-ün yarısını. Düzdür, düzdür. İslam Əli, Məryəm gəl. Məryəm laf qəşəngdə göstərəcək. Bu böyük saat Məryəmdir ki, qızım. Sən göstər mənim üçün orada saat 9 tamamı. Böyük əqrəb qalxdı ora, düz. Əl vurma. Özü bilir, ay Vüsal. Aferin qızım, 9 tamam, əyləş. Gəlsin Nərgiz. Nərgiz, sən mənim üçün burada göstər. Saat 6 tamamı. Tamam. Tamam olması üçün nə lazımdır? Böyük əqrəb hansının üstündə olmalıdır qızım, böyük əqrəb? Tamam olanda böyük əqrəb harada olur? Sən niyə 12'ye qaldırmışsan? Sən saxlayırsan 6'nın üstündə. Hər ikisi əgər 6'nın üstündə olsa, saat neçə olacaq? Əgər hər iki əqrəb 6'nın üstündə olanda, onda saat neçə olur? Qurdalama. Bu saniyəsidir. Hə qızım? Qızım. Bax, bu böyük əqrəb də əgər 6'nın üstündə olsa, kiçik əqrəb də 6'nın üstündə, onda saat neçə olar? Ay, sağ ol, 6'ın yarısı. Altay gəl, ruçka ilə yox, markerlə yaz ki, silə bilək sonra. Sən mənim, Turqut, sən də gəl bura. Sən mənim üçün burada göstər 8 tamamı. Əqrəb elə çək ki, bilinsin, hər ikisini uzun çəkmə. Tamam. Aferin, düz. İndi Turqut sən göstərəcəksən, yellənmirik balam. Turqut sən də, pozma, əllə pozma, qaralama, heç eləmə. Turqut göstərəndə onsuz da biləcək. Turqut sən də mənim üçün göstər saat 10'un yarısını. Onun yarısı necə olacaq, göstər görək. Yarısı. Yarısı hanı bəs? Yox, niyə sildin ki, balam, düz idi də onun üstündə. 10. İndi yarısını da göstər. Yarısı. Uzun, yox oğlum, bax, qaqaşlayır səhvdir. Yarısı olanda uzun əqrəb hansının üstündə olur? Biz bunu dərsi keçmişdik yaxın. Altayarda olmalıdır uzun əqrəb. Ay, sağ ol. Altının üzərində olmalıdır. Bu zaman biz onun yarısı deyirik. Amma sənin elədiyin olacaq da 10 tamam. Altay düz tap. Ömər, sən bizə belə elektron saat gətirmirsən. Bunun üzərində göstər görə bizə necə izah edəcəksən dərsi. Bilmirsən? İşıqları. Burada göstərir ki, saat 12:00. 12:00 yəni saat neçəni bildirir? 12 tamam. 00 olanda nəyi bildirir? Tamamı. Bəs yarısı onda necə göstərər? Yarısı olanda. Aha. Əslində biz elə onu tam keçməmişik 00 mexanika. Amma elə bildim sən bilərsən. 30 olsaydı əgər, onda yarısını bildirər. 30 olsaydı yarısı. Ay, sağ ol, bilir. Aferin, mən də onu soruşuram səndən. İndi sən mənə lövhədə işləyəcəksən. İndi gözlə əyləş. Rıza, sən mənim üçün burada saat bilsən neçəni göstər. Mənim üçün 7 tamamı göstər. Ay, sağ ol. Böyük əqrəb harda oldu? 12'nin üstündə. Sən götür saatını balam. Qəşəng özdə nə gözəl dik durur belə. İndi sən mənim üçün burada bilsən neçəni göstərəcəksən. Gör, mama nə qəşəng yazıb, bura işləmiş, qalmış. Düzdür, biz işləmişik, qalmışıq, hələ keçməyəcək. Amma yenə də bilmək əlbəttə yaxşıdır. Sən mənim üçün oğlum göstər saat 5 tamamı. Aferin, 5 tamam. Yaxşı. İndi Məhəmməd Əli, sən mənim üçün burada göstər saat 12 tamam. 12 tamam Məhəmməd Əli. Aha. Birləşdirməyə çalışırıq. Aferin. 12 tamam. İkisi də üstündə. Düz. Yaxşı olsun. Bunda istəmirsən, bunda göstər. Burada mənim üçün göstər saat 11'in yarısını. Ay, sağ ol. Balaca əqrəb 11'in üstündə olmalıdır. Aferin. Göstər görək balam. Sən mənim üçün burada göstər saat 5'in yarısı. Əqrəbləri özün görsən, ay, sağ ol, biləcəksin ki, hansı böyüdür, hansı balaca. Ay, sağ ol, saat 5'in yarısı. Zinət göstər 3 tamamı. Ay, sağ ol, 3 tamamı. Bas sobaları fırlatmaq olur.
dəyişmək olur belə. Yaxşı. Onda sən mənim üçün orada göstər. Saat 7 tamama. Aha, aha. Balaca əqrəbiz oldu 7. Ya. Sən mənim üçün burada göstər balam. Saat 12'nin yarısını. Biraz çətin düşdü sənə. 12'nin yarısı deyəndə nə edəcəm? Balaca əqrəb harda olacaq? Ay sağ ol. Yarısı harda olacaq? Sən tamamı göstərirsən. Sən tamamı göstərdin. Balaca əqrəb 12'nin üzərində. Böyük əqrəb harda olmalıdır? Bunu aparacaqsan hara? Altın. Ay fırlatma. Altının üzərində Mahmudov. Bu bizim 12'nin yarısını göstərici. Diqqətli ol. Gəl görüm Şəmsi. Şəmsi sənin öz saatın var balam. Sən burada qəşəng mənim üçün bir tamamı göstər. Bir tamam olsun. Tamamı düzgün qoy balam. Ay sağ ol. Bir tamam belədir. Mikail gəl, Vüsal gəl. Bunu qoyaq kənar, narahat olma. Sonra evə gedəndə verərik. Gəl görək sizdə. Mikail sən mənim üçün burada 2 tamamı göstər. Ay sağ ol, düz 2 tamam. Vüsal gəl. Vüsal mənim üçün burada 9 tamamı göstərə bilərsən. 9 tamam. Altay əyləş. 9 tamamanı. Balaca əqrəb hansının üstündə olmalıydı? 9'un üzərində olmalıydı, düzdürmü? Sən niyə bunu 9'a gəl? Tamam deyəndə həmişə böyük əqrəb 12'nin üzərində olur. Balaca da qız oğlum gəlməlidir bunun üstünə 9'un üzərində. Yox, rəng alma. İndi uşaqlar biz sizdən başlayacağıq lövhədə işləməyə, keçəcəyik lövhə. Davam edirik lövhə ilə işləyik. Şəmsi gəl elə bir əyləş qızım. Şəmsi oxuya bilərsən burada müəllimə nə yazıb? Oxu buranı. Ay sağ ol. İndi mənim üçün burada göstər görüm saat 8 tamam. Əqrəblərin özünü çək, amma diqqətli ol. Biraz necə oldu? Ay sağ ol. Balaca əqrəb 8'in üzərində. Böyük əqrəbimiz 12 düz. Saat 8 tamam. Sürəyə gəl qızım. İkincini oxu gör müəllimə nə yazıb ora? 5 tamam. 5 tamamı göstər göreyim. Onu əlindən silmək istəyirsən. Bunu silmirsən, hə? Saxlayırsan. Aferin qızıma. Neçə oldu? 5. Tamam ay. İslam Əliyə görüm oğlum. Makirim var. Mənlə götür. Yaxşı, yaxşı. Salçıyan qabağa. Oğlum oxu görüm üçüncünü. Gör müəllimə nə yazıb ora. Aha. 3 tamamdan 2 saat sonra neçə olur? Ay İslam. Neçə? Aferin sənə. Sonra dediyinə görə. Aha. Aferin İslam Əli. Əyləş balam. Düz saat 5 tamam. Nə qız nə yazılıb bura? Yox, götürmə. Neçə yazılıb? Qızım, hə, indi burada sənin saatın hansıdır? Dəqiqən hansıdır? Ay sağ ol. Deməli saat 1'in yarısı. Ömər gəl. Belə məcburi sifarişlə olmur amma Ömər, onu da biləsən. Oxu axırıncını. Saat neçədir? Hə. 9'un yarısını göstər indi burada. Gözlə mən bunu sileyim. İç qızım. 9'un yarısını göstər görək. İndi onu da sən bilə. Deməli, ya 9 deyirsə saatı balaca əqrəbin neçənin üstündə olmalıdır? Aha. Ay, sağ ol. Göstər görək. Balaca əqrəbimiz 9'un üzərində. Böyük əqrəbimiz. Böyük əqrəbimiz harda olmalıdır? Yarısı deyəndə harda olur? Ay sağ ol, yarısı. Yarısı Ömər. Hə, niyə? Çaşdırırsan özünü. Ay sağ ol. İndi oldu neçə? 9'un yarısı. Tamam deseydim 12'ni hamı rahat yazır, amma yarısı deyəndə bir balaca çaşır. Əli Hüseyin, indi mən sənə bir balaca sənə arxayla deyə biraz çətin demək istəyirəm. Deyirəm ki, bax, təsəvvürlə ki, saat 9'dur. 9'dan 2 saat əvvəl. Saat neçə? Ay sağ ol. Tamam deyirik. Tamamdırsa. Aferin. Ay sağ ol. Əla. Deməmiş tapdın özün. Yusuf, sən mənim üçün bilsən nə işləyəcəksən? Mən deyirəm ki, saat indi 2 tamamdır. 2 tamamdan 4 saat əvvəl saat neçə olur? Ay sağ ol. Göstər görüm. Əvvəl deyəndə neyini edirəm? Geri sayıram. Aferin sənə. Düz Yusuf. Gəl görüm. Yaxşı, Altay hazırlaş gələcəksən. İndi qızım, sən mənim üçün burada saat bunu silək, qarşılıq olmasın. 6'nın yarısını göstər mənim üçün. 6'nın yarısı. Hə, 6'nın yarısı.
yazmadı deyirsən. Məndən götür markeri. Ha, oradan götür, fərqi yoxdur. Altının yarısını göstər. Gözlə bala. Gözlə oğlum, deyəcəm səhifəsini. Hə, düz deyirsən. Oradan bir dənə də çəkməlisən, amma uzatmalısan. Bir dənə də çək oradan. Düz. Gətir. Hə. Çox gətirdim biraz. Özdə qızım, o narahat olmayın ki, birdən bilinmir, hiss olmur. Elə yanından belə dümdüz çəkəndə onun qalınlığından bilinir ki, onsuz da əqrəblər üst-üstə düşüb, o qalınlaşıb. Altının yarısı düz əyləş. İndi Altay, sən təsəvvürlə ki, saat indi 4-dür. 4 tamamdır. 3 saat sonra. Saat neçə olacaq? 4-dən 3 saat sonra. Mənə deyə ondan sonra. Neçə olacaq? İcazə alın içirəm. Yox, sən mənə dinləmədin axı, gördün Altay. Mən dedim, mənə denər, sən mənə demədin. Mən deyirəm ki, saat indi 4 tamamdır. Yəni, bu tamamdır. Mən sənə deyirəm ki, 4-dən 3 saat sonranı. 3 saat sonra. Yəni, 4-ün üzərinə 3 gəlsən neçə eləyir? Ay, sağ ol, dinlə də mənə, oğlum. Çox uzun çəkmə ki, bilinsin, ay, sağ ol. Abbasov, sən məni dinlə, oğlum. Saat 3 tamamdır. Elə təsəvvür edirik. 3 tamamdan 6 saat əvvəl hansı saat olur? Sən bəs çətin oldu. Sən arxayla. Ay, sağ ol. Aferin. Parmağımızla sayırıq. Aferin oğluma. Həmişə çalışın. Birinci saatı gör. Ayşə, saatı birinci çəkin. Dəqiqəni sonra. Amma düzdür Abbasov. Aferin. Mahmudov, sən mənim üçün burada 12 tamamı göstər. Görüm necə göstərəcəksən. 12 tamam. Sürəyə qalıb, sürəyə gəlib. Hə. 12 tamam. Aferin, düz. 12 tamam. Gəl görüm Rıza. Gəl balam. İndi bunu silər, heç nə olmaz. Rıza, sənə bir balaca çətin demək istəyirəm, çünki tamamı yarısını bilirsən. Deyirəm ki, saat 6-dır. Hə, 6 tamamdır. 6 saat sonra saat neçə olar? 6 mənə denən? Sonra, hə. Ay, sağ ol, düzdür. Göstər 12 tamama. Tamam, 12 tamam. Əlindən silmə. Sən yarısının üstünə getdin. 12 tamamı göstər. Balcasını elə yanında yazsan, onun qalınlığından onsuz da bilinir ki, deməli 2 əqrəbdə ikisi də buradadır. Oğlum, sən nə edirsən? Mənim balam, sən qaçırsan 6-ya. Saat 12 tamamı düz tapmışsan. İndi 12 tamamı göstər orada. Tamamı. Ha, dəqiqəsini çəkmişsən, bu uzundur. Bir dənə də balacasını çəkməlisən ki, 12 tamamı göstərə biləsən. Çək görüm yanında onu da. Yanında. Tut. Bir balaca yanında belə çəkmiş olsun. Hə, Rıza, hə. Turqut, sənə bir balaca çətin desəm tapmaq çətin olmaz. Deyim biraz çətin. Ay, sağ ol. Turqut, saat indi 4-dür. 4 tamamdırsa, əgər ondan 2 saat əvvəl neçə olub saat? Aha. Ay, sağ ol. 2 tamamı göstər. Yoxsa əyləşəsən bəlkə balam? Bəlkə oturasan? Aferin Turquta. Uğur gəl balam. Götür, markaya götür məndən. Əyləş Turquta, aferin. Müəllimə indi qiymətlərimizi, gündələrimizi hamısını qeyd edəcək idman dərsində. Sən yaxınlaş. Uğur, sən mənim üçün burada gözlə bunu silim, sənin üçün rahat olsun. Fikirləşməndi, yəni. Deyirəm ki, saat indi 7 tamamdır. 3 saat əvvəl, saat neçə olub? Əvvəl amma. Ay, sağ ol. Aferin. Məryəm, sən oradan gəl bunu yazaq elə. Buranı oxu üçüncünü. Yəqin artıq yaddan çıx. 2 saat Yox, 2 tamamdan yox, 3 tamamdan. 3 tamamdan 2 saat sonra. Ay, sağ ol. Aferin. Qaldır balam. Ay, çox uzatdım onu. Həm də biraz əyri gətirdin, amma saat 5-i göstər. Məhəmməd, bunu silirəm. Sən mənim üçün bilsən nə edinəm? Sən üçün biraz çətin deyəcəm. Deyirəm ki, saat 1 tamamdır, 1 tamam. 1 tamamdan 2 saat geri hansı olacaq?
Geri. Geri. Hə. Hansı olacaq? Geri dedim hemen. 1'den 2 saat geri. 1 tamamdan 2 saat geri. Geri. Və eşit də məni də balamda. Hə, geri neçə olacaq? 2 saat geri 10 ya 11 olacaq balam. Hara getdin çıxdı. Özü nə qədər uzatmısan? Onun uzadığında o dəqiqə yox ki axı. Biraz az. Ay Məhəmməd Əli. Uşaqlar saatları dəyməyin hələ ki. Siz açın yeməklərinizi yiyin. Baxın, götürdünüz saatları. Bugünlük saat dərsimizin izahı bu qədər. Sən mənim üçün burada saat 8 tamamı göstər görüm. Sağ ol. Göstər görüm. Çox uzatma da. Elə tamam olur, 8 olur, onu qısa eləyirlər. Saatına qədər. Bir dəqiq tamamı necə göstərəcəksən? Hadi sor. Tamamı. Yox, tamam deyəndə harda olmalıdır əqrəb? 12'nin üstündə. İndi uzun əqrəbi də 12'yə çək. Qaldır. Ha, bəs. İndi Mikail, sən gəl buraya yanıma. Mikail. Mikail, sən mənim üçün burada 3'ün yarısını göstər. Yarısı. Ay sağ ol. Bayılır.